Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkahu qavli. Amma ba'd. Əziz qardaşlarım, hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bugünkü mövzumuz sadiq dostlar barədədir. Onlar barədə Uca Allah Əz-Zuhruf surəsinin 67-ci ayəsində belə buyurur. Əl-əxilləu yevməyizin ba'duhum li ba'din adu illəl-muttəqin. Qiyamət günü müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər. Ayədən aydın başa düşülür ki, məhz Allahdan qorxub pis əməllərdən çəkinən sadiq dostlar bir yerdə həşr olunacaq. Bu dünyada Allahın rizasını qazanmaq üçün dost olduqları kimi, qiyamət günü də Allahın rizasını qazanaraq əl-ələ verib cənnətə daxil olacaqlar. Hanı o sadiq dostlar? Belə dostlar məhz sadiqliklərinə görə sadiq dost adlanmışlar. Hanı sadiqlik? Hanı sadiqlər? Hanı sadiqlərin dövrü? Hərçənd belə dostların sayı azalıb, lakin nə qədər azalsa da, belələri həmişə olub, indi də var. Sadəcə onları tapmaq lazımdır. Hanı Allahın rizasını qazanmaq üçün səmimi qəlbdən qardaşını sevən dost? O kimsə ki, dostunun başına bir müsibət gəldikdə bundan təsirlənir. Hətta onun istirab çəkdiyi qədər istirab çəkir. Peyğəmbər sallallahu aleyhi və səlləmin vəsf etdiyi kimi, möminlər bir bədən kimidirlər. Bədənin bir yeri ağrıdıqda, digər bədən üzvləri də bundan əziyyət çəkir. Məhz təqva üzərində qurulan dostluq əsl dostluq sayılır. Məhz belə dostlar qiyamət günü uğur qazanacaq və əbədi saadətə qovuşacaqlar. Üzərində dostluq qurulacaq ilk təməl Allah sevgisi olmalıdır. Kim Allah rizası üçün sevər, Allah rizası üçün nifrət edərsə, imanını kamilləşdirmiş olar. Özünü mömin hesab edən hər kəsin başqalarını sevməsi, onlara ehtiram göstərməsi, onlara yaxşılıq etməsi, məhz Allahın rizasını qazanmaq üçün olmalıdır. Biləsiniz, hər kəs sevdiyi kimsə ilə birlikdə həşr olunacaq. Odur ki, dost seçimində diqqətli olun. Əgər qəlbiniz Allaha bağlı olarsa, Allahın dostlarından başqasını sevməyəcəksiniz. Birisinin Allaha və onun Rəsuluna sallallahu aleyhi və səlləmə layiqincə itaət etdiyini, sözü ilə əməlinin düz gəldiyini görəndə, onu Allah üçün sevəcək, onun kasıb olduğunun, heç bir vəzifə və pul, para sahibi olmadığının fərqinə varmayacaqsınız. Yadınızda saxlayın, Allah rizası üçün olmayan hər bir əməl, o cümlədən də Allah üçün olmayan dostluq fanidir. Fani dünya maraqları xatirinə dostluq edən kimsə, axirət günü dünya həyatının fani olduğunu dərk edəcək və deyəcək. Yə leytəni ittəxəztu ma'ar rasuli səbilə. يا ويلتى ليتني لم أتخذ فلانا خليلا لقد أضلني عن الذكر بعد إذ جاءني. Kaş ki mən Rasulullahın yolunu tutub gedəydim. Vay halıma. Kaş ki filan kəslə dost olmayaydım. Çünki Qur'an mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı. Fani dünya xatirinə dostluq edənlərin dostluğunun boş şey olduğunu bilmək istəyirsinizsə,
vəzifədən kənarlaşdırılmış bir kimsənin vaxtı ilə yanında olan dostlarının halına baxın. O dostlar ki, maraq xatirinə onun üzünə təbəssüm edirdilər. Maraqlar bitdikdə isə ondan üz çevirdilər. Qiyamət günü artıq heç bir maraq qalmadığından o dostlar bir-birinə düşmən kəsiləcək. Hətta bir-birlərini lənətləyəcəklər. Üzərində dostluq quracağımız növbəti təməl Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sünnəsidir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətdiyi tərzdə, üstəlik, onun sahabələrinin biri-biri ilə dostluq etdiyi kimi dostluq etmək. Əks təqdirdə qurulmuş dostluğun heç bir faydası olmayacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm belələrini xəbərdar edib demişdir. Kim bizim dinimizə zidd olan bir əməl edərsə, bu əməl rədd edilir. Üzərində dostluq quracağımız növbəti təməl dost seçimidir. Mömin adam özünə elə dost seçməlidir ki, qiyamət günü bu seçiminə görə peşman olmasın. Allah subhanahu wa ta'ala doğru düzgün dost seçənləri Qur'an-ı Kərimdə belə vəsf edir. Lə təcid qavmən yu'minunə billəhi vəl-yevmil əxir yuvaddunə mən həddəlləhə və rasuləh. Allaha və axirət gününə iman gətirən elə bir toplum tapa bilməzsən ki, onlar Allaha və onun rəsuluna düşmən olanlarla dostluq etsinlər. Qardaşlar, özünüzə elə dostlar seçin ki, onlar sizin malınızı, vaxtınızı və ömrünüzü puç eləməsinlər. Elə dost seçin ki, sözündə və əməlində düz olsun, əhdinə vəfa qılsın, əmanətə xəyanət etməsin. Məsəl var, deyərlər, qulubul əhrar, quburul əsrar. Nəcib adamların qəlbləri sirlərin gömüldüyü qəbirlərdir. Odur ki, möminlərdən özünüzə dost seçəndə, baxın, vəfalı, nəcib, mərd və düz danışan adam olsun. O dost ki, onunla dostluq etdikdə özünü xoşbəxt hesab edəsən. Sənin sirrini heç kəsə deməsin, eybini açmasın, səni təhqir etməsin və sənə daim gözəl nəsiyyətlər eləsin. Sənin yaxşı nailiyyət əldə etdiyini görəndə sevinsin və Allahdan sənin üçün daha çox xeyir diləsin. Büdrədiyini gördükdə isə sənin qədər kədərlənsin, sənə təsəlli versin və Allahdan sənə kömək diləsin. Elə bir dost ki, sıxıntı anında sənin yanında olsun, sənə yardım etsin və sənin üçün özünə istədiyindən də artığını istəsin. Odur ki, qardaşlıq və sadiqlik xüsusunda sahabələr məsəl çəkilmişlər. وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصًا. Onlar özləri ehtiyac içində olsalar belə, mömin qardaş bacılarını özlərindən üstün tuturlar. Sahabələrdən birinə bir qab yemək gətirildikdə, o bunu daha çox ehtiyacı olan dostuna göndərərmiş. Bəzən isə bu yemək bir neçə sahabənin əlindən keçib, sonda daha çox ehtiyacı olana qismət olarmış. Bu mövzuda rəvayət edilmiş ən təsirli hadisələrdən birini xəbər verən sahabə deyir ki, döyüşlərin birində əmim ölümcül yaralandı və məndən su istədi. Tez gedib su tapıb gətirdim. Suyu içmək istədikdə, baxdı ki, yaxınlığındakı ağır yaralanmış dostu da su istəyir. Odur ki, mənə suyu aparıb ona verməyi buyurdu. O da bu suyu içmək istəyəndə, yanındakı yaralılardan birinin su istədiyini gördü və məndən bu suyu ona verməyimi xahiş etdi. Mən suyu onun yanına apardıqda, o da əvvəlki dostları tək
bu suyu daha ehtiyaclı olana verməyi məsləhət bildi. Nəhayət, sonuncusunun yanına gəlib çatdıqda gördüm ki, artıq o vəfat edib. Sonra qayıtdım ki, bu suyu əvvəlki yaralılara verim. Baxdım ki, üçü də artıq vəfat edib. Diqqət edin, qardaşlar. Bu sadiq dostlar, həyatda ikən biri-birinə necə sadiq olmuşdularsa, son nəfəslərində də Allah onları bir-birinə sadiq qalmağa müvəffəq etdi. Sahabələrin qardaşlığı belə idi. Hanı belə qardaşlar? Elə buna görə də Uca Allah onları tərifləmiş və bu tərifi qiyamətə dək oxunacaq Qur'anda zikr etmişdir. Gəlin o tərif olunanlardan birini, Turcumanul Qur'an, Qur'anın tərcümətçisi ləqəbi ilə tanınmış səhabəni, Abdullah ibn Abbas radiyallahu anhümünü misal çəkək. Rəvayət edilir ki, Abdullah ibn Abbas radiyallahu anhümə demişdir. 4 sinif insan var ki, onların mənə etdiyi yaxşılığın əvəzini lazımınca verə bilmirəm. Salamlaşdıqda məni qabaqlayan, birinci salam verən, məclisdə mənə yer verən və mənə yardım etmək üçün uzun yol gedən kimsə. 4-cüsünə gəlincə, onun əməlinin əvəzini ancaq Allah verə bilər. Yanındakılar soruşdular, kimdir o? İbn Abbas radiyallahu anhuma dedi, o adam ki, başına bir iş gəlmiş, sonra bütün gecəni o çətin vəziyyətdən çıxmaq üçün kimə müraciət edəcəyi barədə düşünmüş. Sonra da məhz məni bu sıxıntını aradan qaldıracağıma layiq bilmiş və kömək üçün mənə müraciət etmişdir. Qardaşlar, İbn Abbas radiyallahu anhümanın möminlərə olan sevgisinə bir baxın. Görün, mömin qardaşının xidmətində durmağı özü üçün nə dərəcədə fəzilətli bir əməl hesab edir. Yaxşılığı edən özüdür. Lakin özünün savab qazanmasına səbəb olan adamın elədiyinin əcrini yalnız Allahdan umur. Hanı belə dostlar, belə qardaşlar? Bu nəsiyyətimizə qüdsü bir hədislə son verək. Həmin hədisdə Uca Allah buyurur, mənim xatirimə biri-birini sevənlərə mənim sevgim vacib oldu. Mənim xatirimə biri-biri ilə əlaqə saxlayanlara mənim sevgim vacib oldu. Mənim xatirimə biri-birinə nəsiyyət edənlərə mənim sevgim vacib oldu. Mənim xatirimə biri-birini ziyarət edənlərə mənim sevgim vacib oldu. Mənim xatirimə biri-birinə yaxşılıq edənlərə mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birini sevənlər qiyamət günü nurdan olan minbərlər üzərində duracaqlar. Peyğəmbərlər, siddiqlər və şəhidlər onlara belə bir məqamda olduqlarına görə qibtə edəcəklər. Allahdan istəyimiz budur ki, bizi Allah xatirinə bir-birini sevən, Allah xatirinə biri-biri ilə əlaqə saxlayan, Allah xatirinə bir-birinə nəsiyyət edən, Allah xatirinə biri-birini ziyarət edən və Allah xatirinə biri-birinə yaxşılıq edən qullarından etsin və bizi öz dostlarının cərgəsinə daxil etsin. Allahım, xeyrxahlıq etməyi, pis əməllərdən çəkinməyi, kasıbları sevməyi, bizi bağışlamağını, bizə rəhm etməyini və hər hansı qövmə bəla göndərmək istədikdə bəla bizə toxunmazdan əvvəl canımızı almağını səndən diləyirik. Sənin məhəbbətini və səni sevənlərin məhəbbətini qazanmağımızı, sənin məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyimizi səndən diləyirik. Ey Rəbbimiz, bizə hikmət ver və bizi əməli salihlərə qovuşdur. Sonra gələnlər arasında həmişə yad edilək deyə bizə yaxşı ad qismət elə.
bizi Firdovs bağının varislərindən et. Ey Rəbbimiz, bizə həm bizim özümüzə, həm də valideynlərimizə əta etdiyin neymətlərə şükr etmək və sənin razı qalacağın yaxşı əməli yerinə yetirmək üçün ilham ver və bizi öz mərhəmətinlə əməli salih qullarına qovuşdur. Subhanəkallahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu iləyik.